Düyünü biz dəmə qoymaq istəyirik, amma necə eləyəcək düyünü? Azcıq qazana əlavə elədik. Çünki bizim başqa burada ərzaqlarımız var ki, bu düyüyə əlavə eləyək. Düyünü dəmə qoyanda çalışın həmişə biraz duz səpin düyüyə. O daha dadı qəşəng olur. Lüboy, sadə aş pişləndə də. Mən bunların hamısını bir-birinə qatmaq istəyirəm. Burada çox məlzəmələr var. Ara-ara olsun deyə. Toyuq filesidir. Bu ayrı şey gedəcək. Bunları belə qəşəng qarışdırıb, ara-ara qazana əlavə eləyəcək. Şüyd var, qaroq var, toyuq, təmiz kənd çolpasının tikə ətləri ayırmışıq sümükdən. Pomidor var, dəmə qoyanda onları vırırıq ha. Sonra rəngli biberlər var. Rəngarəngliyin gözəlliyi özünü belə bir necə əks elətdirir. Getdik yenə də. Eyni qayda ilə düyünü bir də getdik. Duz yaddan çıxmasın. Kərə yağı kesirik belənçik qoyduq. Eyni qayda ilə tərəvəzin yarısını da vuracağım. Biz görürsünüz də, yəni tərəvəzlərə görə biz mütləq buna duz vurmalıyıq. Çünki tərəvəzlərin duzu yoxdur da, özünüz bilirsiniz, sveji tərəvəzlər idi hamısı. Ona görə də bunu mütləq vururuq. Səliqəyə saldıq qazanımızı. Bismillah. Duzunu sepdim. Sarı kökünü azca vururuq. Zövqə görə sarı kök vura bilərsiniz. Yağları qoyuram. Çünki sarı kök yağda qəşəng açılır, rəng verir. Aşın üzü yağ olar, gəlinin üzü ağ olar. Plovumuz nə qədər yağlı, qəşəng olanda dadı bir o qədər də gözəl olur. İndi bunu ilə silə bilməyəcəyəm. Tareykanı düz verməyib, tuta bilmirəm, sürüşür əlimdən. Bitdi. Ağzına bunun bir dənə falqa kağız atdıq bunu sobaya. Ən qəşəng dəm almağı sobadadır. Yəni restoran sistemində, sonra bu cürlə peşə məktəblərində, kurslarda biraz peşlərə görə narahat oluruq. Qoyanda da belə qazanlarda aşın dibi yanır. Ya gərək spesialni ona aid olan dəmir olmalıdır ki, o sensor yəni işləsin. Ona görə ən yaxşısı nədir? Soba. Qıraqlarını belə səliqə ilə büzüşdürüb bağladıq. Getdi bu sobaya dəmə. Bu getdi dəmə. Biz də keçirik, özümüz üçün şirniyyət hazırlayaq. Paralel olaraq da gəncə çığırtmamızı hazırlayacaq. Birdən düzgün olmaz. Sonra mənə dava salmayın ha, gəncəllə.